İnsulin normadan yüksəkdir, amma qan şəkərim yaxşıdır. Mən şəkər xəstəsi sayılırammı? Bir pasient sualı ilə bu günü başlamaq istəyirəm. Pasiyentimiz əgər insulini yüksək görürsə, bu onun çox güman ki, qidalanma problemidir və daha çox karbohidrat ağırlıqlı qidalanan, daha çox şəkərli qidalar istifadə edən pasiyentlərdə biz bu rəqəmləri daha yüksək görmüş oluruq. Amma nədən xəbər verir? Bir də ona diqqətinizi cəlb etmək istəyirəm. İnsulinin normadan yuxarı olmağı orqanizmdə artıq yavaş-yavaş insulin direncinin yaranmasına, karbohidrat mübadiləsinin pozulmasına, hüceyrələrin getdikcə ac qalaraq tükənmişlik, yorğunluq, halsızlıq halına girməsinə səbəb olacaqdır. Qarşısı alınmazsa zamanla prediabet və şəkərli diabet tip 2, ateroskleroz kimi xronik xəstəliklər yaranacaqdır ki, bu da bütün orqan və toxumaların zədələnməsilə müşahidə olunur. Ona görə də əgər kontrol müayinələr zamanı insulin rəqəmlərində yüksəkliyi əldə etmisinizsə, həkimə qədər ki, ilk tədbiriniz qidanızdan asan sorulan bütün karbohidratları çıxarmaq olsun. Fiziki aktivliyi də buna qoşarsınızsa, zamanında bütün problemin həllini əlinizə almış olursunuz. Bütün bunlardan aradan qalxmasında çətinlik çəkirsinizsə, artıq bu zaman endokrinoloqun yardımına ehtiyacınız var deməkdir. Özünüzə yaxşı baxın, sağ olun.